Esselamu Aleyküm ve Rahmetullah. Bütün hadis inkarçılarına mənim sualımı gönderin. Hadis inkarçıları deyirlər ki, Kur'an-ı Kerim açıq ve aydın olarak bir kitaptır. Özü özünü izah eləyir. Sualım hadis inkarçılarınadır. Elif, Ləm, Mim, Yasin ve saire olacak Kur'an-ı Kerim'de ayet olarak yer almıştı ve bunun mənasını mənə gönderin. Bunun mənası nedir? Allah burada ne demiştir? Yok. Siz açıklama vermeyeceksiniz. Allah'ın özü açıklama verecek. Sizin açıklamağınızı mən neyinirəm ki? Siz eğer bu ayelere açıklama versəz, deməli artık etiraf etmişsiniz ki, Kur'an-ı Kerim özü özünü açıklamır. Yine de sual verirəm. Bütün hadis inkarçılarına sual verirəm. Yasin, Elif, Ləm, Mim, bu kimi Kur'an-ı Kerim'de çoxlu ayeler var ki, Allah Subhanahu Teala onların mənasını vermemişti. Açıklamasını vermemişti. Biz deyirik. Siz de deyirsiniz ki, xeyr, Kur'an-ı Kerim açıq aşkardır. Öyleyse bu ayeleri bizim için deyin, açın. Öz beynimizin məhsuluyla yok. Allah bunu açacak, Allah. 11. surenin 1 ve 2. ayəsi. Biz tefsir edirik, biz. 19'lar bu taraftan, fiziki namazı inkar edenler bu taraftan yok. Siz açıklama vermeyin. Ayeti görsədin ki, Elif, Ləm, Mim ne demektir? Yasin ne demektir? Kalkulatoru elinizə alıb hesablamaqla gəlməyin. Xeyr. Cığallıq eləməyin, xahiş edirəm. Cığallıq eləməyin. Mənə Allah'ın kəlamını mənə görsədin, mənə. Bize görsədin. Siz ki deyirsiniz ki, Kur'an-ı Kerim'de her şey açıklanmıştır. Her şey var. Öyleyse bu cevabı verin bize. Mötəzə açıb öz beyninizin məhsullarını orada doldurmayın. Mötəzə açıb başka ayelerle buna cevap vermeyin. Xeyr. Sen o ayeti gətirəcəksən onun qabağına, onun arkasına koyacaksan ki, bu deməkdir, bu deməkdir. Xeyr. Sen deme bunu. Allah desin, Allah. Yalandan calama. Bu köynək deyili cırıla tikəsən. Bu difar deyili malalayasan. Bu Allah'ın kitabıdır. Malalama. Tikmə. Ayete tikmə. Sen tikmə. Açıqlamanı Allah versin. Mən deyəsən özümü ifadə eləyə bildim də. Mənə Elif, Ləm, Mimi, Yasini ve bu kimi ayeleri izah edən Allah'ın sözünü dene. Başka ayede budur, başka ayede budur. Xeyr. Allah desin, sen yok, siz yok. Gözləyirəm sizi. Ben sizi gözləyirəm. Subhanallah.